Cəmiyyət İdarəçilik Akademiyasında sorğuya gəlmişik, amma görünür tələbələr yoxa çıxıblar. Elə isə tələbələr axtaraq getdik. Salam Pərvin. Nə çəkə bildin, neynədir? Heç də hələ çəkməmişim, indi başlayır. Tələbələr yoxdur, yoxa çıxıblar. Doğrudan? Yəqin imtahan otağında. Biz də mətbəx axtarırıq. Müəllimlərdən məlumat aldığımıza görə artıq imtahanlar başa çatdığı üçün uşaqlar hamısı yeməkxanaya yığışıb. Elə isə üst tutaq yeməkxanaya. İmtahandan çıxmısınız deyəsən, həyəcan. İmtahanını indi verəcəm, yox, hələ indi girəcəm. İmtahan vaxtlarıdır. İmtahan vaxtlarıdır. Neçə imtahanınız qalır? 2 imtahanımız qalıb. Vəziyyət əladır həmişə kimi. İdarəçilik Akademiyasının tələbəsi olmaq nə deməkdir? Bu akademiyada oxumaq üçün Azərbaycanın ən prestijli ali təhsil müəssisəsində oxumaq deməkdir. Hər şey baxımından çox xoşdur. Sevinirəm ki, burada oxuyuram. Respublikanın bir nömrə ali məktəbində reytinq cədvəlində də bu il təsdiqləndi. Ona görə fəxr edirik ki, buranın tələbəsiyik. Gələcəyimizi təmin edəcək, işlə, karyera qurmaqda cəhətdən böyük xeyir olacaq, ona görə hər şey demək lazımdır. Oğlanlar kimi qızlar cəsarətli deyil. Gördüyünüz kimi qapını üzümüzə bağladılar və bizə heç bir müsahibə vermədilər. Suallarımız cavabsız qaldı. Maraqlı gəldi. Nəyi müzakirə edirsiniz? Hal-hazırda Amerika Birləşmiş Ştatlarına dönənlərin prezident Obamanın inaugurasiya mərasimi oldu. Onu müzakirə edirik. Buranın aurası da başqa cürdür. Yəni ki, dərsdən qaçsam, qayıb alınacaq. Burada limit var da, faiz var. Qayıb limiti. Faizə qədər qaçırsınız? Yox, o qədər də yox, amma biz istəklə gəlirik dərslərə. Qaçmaq falan az olur. Tələbənin biri bankomatın təqaüdünü çıxardır. Gedək ona yaxınlaşaq. Pul ilk dəfə də elə çıxardıram. Birinci kurs. Bəli. İndi nə qədər çıxardacaqsan? İndi 20 manat, 15 manat, 20 manat. 15 manat. Məsələn, nə edəcəksən o pulu? Tələbələrin təqaüdü şirin olur da, nəyə xərcləyəcəksən? İndi gedirəm dostlarımla əylənməyə. Buna nail olmaq bizim üçün çox böyük şərəfdir.